Mühüm olan budur. Yəni, əməl etmək, Ramazan gələcək insanların çoxu oruç tutacaq. Ramazan gələcək insanların çoxu təravih qılacaq. Ramazan gələcək insanların çoxsu sədəqə verəcəklər. Fəqət məsələ nədir? Allah onu bizdən qəbul eləyəcək, yoxsa yox. Baxın, şeyxlərdən biri danışır, deyir ki, İbrahim aleyhisselam Kəbəni inşa edir, düzdür? Kəbəni inşa etdiyi zaman ta o gündən son günə qədər, nə qədər ki insanlar orada ibadət edəcəklər, hər addımından İbrahim aleyhisselama savab var. Hər addımından gələn, gedən insanların təsəvvür elə böyük bir əcr var ortada, düzdür? Böyük bir fayda var. Və İbrahim aleyhisselam bunu inşa etdiyi zaman bir peyğəmbər olması səbəbilə nə etdiyini, necə böyük bir əməl etdiyinin fərqində idi. Fəqət deyir, diqqət edin. İbrahim aleyhisselam bu əməli etdikdən sonra kənara çəkilir və deyir ki, Rabbənə təqəbbəl minnə. Rəbbimiz bunu bizdən qəbul et. Deyir ki, İbrahimin qorxusu başqa şey değildi. İbrahim və yaxud da etmiş olduğu əməllə qürurlanmadı. Ehtiyacı olan şey Allahın o əməli qəbul etməsiydi. Və Allaha əl açır, onu istəyir ki, ya Rabbi, etmiş olduğumuz bu şeyi bizdən qəbul et. Yenə baxırıq Məryəm anamıza, etmiş olduğu şey nə idi? İsa aleyhisselam haqqında, Allahım bunu məndən qəbul et. Yəni, bütün salih olan insanların etmiş olduqları əməllərin müqabilində Allahdan istəmiş olduqları şey, ya Rabbi, bu etmiş olduğumuz şeyləri bizdən qəbul et. Çünki Allah qəbul eləməsə, sənin etmiş olduğun şey fayda verməyəcək. Necə İbn Qayyim Rahimehullah deyir ki, sanki nəyə bənzəyir deyir? Sən bir səfərə hazırlaşırsan, özün üçün azuqə toplayırsan. Lakin deyir, səfərə çatanda çantanı açırsan, görürsən ki, içində heç bir şey yoxdur. Səbəb, çantanın deyir, bir yeri yırtıq olub və deyir, qoymuş olduğun hər şey oradan düşüb. Və insanın həmin o Allahın qəbul etməsi də belədir. Sən bir əməlin salih, Allaha səlim, salamat çatmasını istəyirsənsə, mütləqdir Allahın qəbul etməsi mühümdür. Allah qəbul etsə, səlim salamat çatacaq, Allah qəbul etməsə, səlim salamat çatmayacaq. Demək ki, bizim çox ibadət etməyimiz, çox Ramazanda qunut tutmağımız bizə əsas fayda verən şey o deyil. Onu etdikdən sonra Allah bunu bizdən qəbul elədi mi, yoxsa yox? Necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə anamızla arasında bir diyaloq var. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, deyir ki, bir ayə oxuyur. Hani onlar bir əməl edirlər, etməli olduqlarını edirlər, fəqət qəlbləri qorxu içərisindədir. Ayşə anamız sual verir, deyir ki, ey Allahın Rəsulü, bunlar zina eləyənlər, içki içənlərdirmi? Yəni, bu qəlbləri qorxu içərisində olanlar, yox, deyir, ey Sıddığın qızı, bunlar o kəslərdir ki, onlar etməli olduqları hər bir şey edirlər. Fəqət qorxmuş olduqları şey, görəsən Allah etdiklərimizi qəbul elədi, yoxsa yox, bundan qorxurlar. Yəni, həmin o vəsf edilən sifət, qorxu sifəti bütün xeyirli insanların olub və Allah Azza və Cəllə də bu kimsələri tərif edir. Onlar ki, etməli olduqlarını edirlər və lakin onların qəlbləri qorxu içərisindədir. Məsələn, Ramazanda oruç tuturuq, gecələr ibadət edirik, Quran xətm edirik. Qorxu gəlirmi içimizə? Yəni, həqiqətən Allah görəsən bunu məndən qəbul elədi, yoxsa yox? Mən oxuya bilərəm, 10 dəfə də Quranı xətm edə bilərəm. Mühüm olan Allah Azza və Cəllənin o əməli bizdən qəbul etməsidir.